Bizləri böyük və mübarək bir aya çıxaran Rəbbimizə sonsuz həmd sənalar olsun. Biz elə bir günlərdəyik ki, Allah Resulü sallallahu aleyhi və səlləmin təbiri ilə desək, içərisində ibadət ediləcək ən böyük və ən mübarək bir ayın içindəyik. Çünki bu ayda salih əməllər Allah qatında dəyərlidir. Ona görə ki, bu ayda hac ibadətinin ifa edildiyi bir aydır. Rasulullah sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, salih əməl işlənəcək ən böyük mübarək günlər Zilhiccənin ilk 10 günüdür. Hətta sahabə soruşur ki, ya Rasulallah, Allah yolunda cihadda mı? Deyir, bəli, Allah yolunda cihadda. Yəni, cihad elə bir ibadətdir ki, müsəlmanların birlik və bərabərlik olduğu, Allah yolunda səfərbər olduğu bir ibadəti soruşurlar. Lakin, deyir Allah Resulü sallallahu aleyhi və səlləm, canı ilə və malı ilə geri dönməyəcək şəkildə, yəni insan səfərə çıxdığı zaman, Allah yoluna cihada çıxdığı zaman geri qayıtmama ehtimalı var. Amma geri qayıtmama ehtimalının çox olduğu halda malınla, canınla çıxırsan ki, bir daha geri qayıtmayacam. Bu insanın cihadı bu günlərdən daha əfsəldir. Bu günlərin qədri qiymətini başqa bir ayət bu şəkildə bizə ifadə edir. Vəl fəcr, şəfəqə and olsun deyir, şəfəq vaxtına and olsun. Və ləyəlin əşr, 10 gecəyə and olsun deyir. Allah Azza və Cəllə bir şeyə qasəm etdiyi zaman bizlərin diqqətini çəkmək istəyir. Bu günlər o qədər qiymətli, o qədər dəyərlidir ki, Allah Azza və Cəllənin günahlarımızı əfv edəcəyi, salih əməllərimizin artacağı, sədəqələrimizin, zəkatlarımızın bol olacağı bir vaxtlardır. Bu günlər həm də bizlərin, müsəlmanların, maddi durumu yaxşı olanların Allah Azza və Cəllənin bizlərə bir əmri var ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Allah-u Teala möminlərə demir, alən-nəs deyir, bütün insanlara imkanı olub da Allahın evini ziyarət etmələri bütün insanlardan tələb olunan bir ibadətdir. Bu ibadət Quran, sünnə və icma ilə sabit olan bir ibadətdir. Necə ki, Allah Azza və Cəllə bizlərə bunu öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi ilə bizə açıq-aşkar bildirmişdir. Hac Allaha yönəlmə, onun rızasına nail olma, məşəqqətlərə sinə gərmə və günahlardan təmizlənmə ibadətidir. Əsrlərdir müsəlmanların qiblə olaraq döndüyü o müqəddəs məkanda ümmətin vəhdət halına gəldiyi bir ibadətdir. Həc, dil, rəng, irq, məqam, mövqe və coğrafiya fərqi olmadan bütün müsəlmanları eyni qübbə altında toplayaraq hər kəsin bir və bərabər olduqlarını xatırladan birlik və bərabərlik simvolu bir ibadətdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həc ibadəti ilə əlaqəli belə buyurur. Kim Allah üçün həcc edər və Allahın rızasına uymayan pis söz və davranışlardan və Allaha qarşı gəlməkdən özünü qoruyarsa, qul haqqı xaric anasından doğulduğu gün kimi qaydar buyurur. Ona görə həccə gedən müsəlman ehramını kəfən bilərək və geridə buraxdıqlarını Rəbbinə əmanət edərək Allahın dəvətinə gedəcəkdir. Yer üzündə tikilən ilk məbəd olan Kəbə insanlığın ilk yaşayış məskəninə dünyanın tam mərkəzi olaraq ibadət yerinə gedəcəkdir. Dəyərli qardaşlarım, bir məsələni diqqətinizə çatdırım ki,
bugün əksər insanların dilinə doladığı bir yanlış var. Allah Azza və Cəllə bizlərə müəyyən etdiyi ibadətlər var. Bu ibadətlər İslamın 5 təməlindən biridir. Bugün müsəlmanlara ora getdiyin pulu, ərəbə yedirtdiyin pulu bir ehtiyac sahibi qonşuna ver, bir kasıba ver, bir fəqirə ver, bir dəstək ol. Bizə bildirdikləri iradda nə qədər səmimidirlər. Rəqəmlər bizə hər şeyi müəyyən edir. Bunun bir misalını deyim. İl ərzində istirahətə gedənlər var. Xaricə istirahətə gedir adam. Heç buna irad bildirdilərmi ki, bu istirahətə gedənlər Avropa ölkələrinə, Amerikaya və digər dünyanın gəziləcək yerlərini ziyarətə gedən insanlara səmimi bir şəkildə dedilərmi ki, o pulları yetimlərə, ehtiyac sahiblərinə xərcləyin. Bundan daha ötəsi var. İçkidə, qumarda, siqaretdə və digər yanlış vərdişlərə, qumarda xərclədikləri pulları Allah yolunda xərcləyin. Deyən oldu mu? Təbii ki, yox. Deməli, dava nə davasıdır? Müsəlmanlarla olan ədavət, kin davasıdır. Biz ora yalnız və yalnız Allah əmr etdiyi üçün gedirik. Ümrədə olan, həcdə olan qardaşlarımız bilir ki, Kəbə və ətrafında meşəlik yox, xüsusi bulaqlar yox, çaylar yox. Kəbədə, Məkkədə, Məkkəni əzəmətli edən ilk məbəd olduğu üçündür. Bəlkə də Allah Azza və Cəllə bunların yanında gözəl çaylar, bulaqlar xəlq etməməsinin səbəbi ondan ibarətdir ki, biz ora getdiyimiz zaman Kəbədən başqa heç bir şeyə rəğbət etməyək. Onun üçün də Allah Azza və Cəllə bizlərə və bütün müsəlmanlara gözəl bir şəkildə həcc ibadətini nəsib etsin. Bayram namazının vaxtını xatırladım qardaşlarım. Bayram namazı 6 iyun 07:00-da Allahın izni ilə bayram namazını əda edəcəyik.